Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Öncəliklə bu videodasınızsa, yəqin ki, işə yeni qəbul olmusunuz. Hər birinizə bol-bol uğurlar arzulayıram. Ümid edirəm ki, bu videoda sizlərə faydalı olar. Maaş hesablama ilə bağlı bəzi suallar olurdu. Çalışdım ki, bu video vasitəsilə hər birinizə kömək edeyim. Öncəliklə Google-a və ya hər hansı bir Chrome vasitəsilə girə bilərsiniz. Ora onlayn kalkulyator yazırıq. Yazanda çıxır Elm və Təhsil Nazirliyindən söhbət gedir. Elə ilk açılan pəncərədə Dövlət Ümumi Təhsil müəssisələrində çalışan müəllimlərin əmək haqlarının hesablanması üçün onlayn kalkulyator. Bura daxil olduq və başlayaq. Yadda saxlayaq ki, əgər siz MİQ-lə işə qəbul olmusunuzsa, diaqnostik qiymətləndirmədən keçmiş sayılırsınız. Ona görə burada keçibi seçirsiniz. Daha sonra təhsil lazımdır. Ali təhsillisinizsə ali təhsil və ya digərləridirsə digərlərini seçirik. Pedaqoji staj, yəni orta məktəbdə işləmisinizsə, müəllimlik stajı varsa, 3 ilə qədərdirsə 1 il, 2 il, yəni 3 il tamam olmayıbsa birincini götürürsünüz. Yox, 4 il, 3 il tamam olub keçibsə digərlərinə 3 ildən 8 ilə, 8-dən 10 isə bu şəkildə sıralayır. Biz 3 ilə qədəri götürək. Hər hansı elmi dərəcəniz varsa, fəlsəfə doktoru, elmlər doktoru və s. müvafiq xananı seçirsiniz buradan. Mən bunu boş qoyacağım indi. Sizdə varsa seçirsiniz. Daha sonra orta məktəbdirsə elə birincini seçilib burada. Ümumi təhsil məktəbləri, məktəb liseylər. Əgər müəssisənin nizamnaməsi varsa, xüsusi bir liseydirsə, nizamnaməsi varsa, onda bunu da seçirsiniz. Mən buranı boş qoyuram. Və ya başqa məktəbdirsə, misal üçün xüsusi təhsil müəssisələri filan versə, aşağıdakıları seçə bilirsiniz. Daha sonra tədris olunan fənnin adı, bədən tərbiyədir, hərbi rəhbərdirsə onu seçirsiniz. Deyilsə, digərini götürürük və ya yəni başqa digər fənlərdən söhbət gedir. Və aşağıda ilk dərs yükü bölməsində, misal üçün deyək ki, dərsimiz 10 saatdırsa bunu götürdük. Bəzi liseylərdə, siniflərdə dərs yükü olur, ümumi təhsil siniflərində ay ərzində dərnək saatları filan olur. Onları da seçsin, əgər varsa. Misal üçün deyək ki, ay ərzində 5 saat dərnəyiniz var, tutaq ki, bunu seçə bilirsiniz, əgər varsa. Daha sonra indi bura seçsin deyə aşağıda bölmələr gəldi. Misal üçün 8-ci dərəcə dərnək rəhbəri orta ixtisas təhsilidir. İlk stajına tələb qoyulmur burada. Müvafiq dərəcənin birini götürürük. Əgər sizə uyğundursa, misal üçün bunu götürək. Və daha sonra sinif rəhbərliyi varsa onu götürürük. Bir daha deyirəm, yuxarıdakı əgər dərnək falan yoxdursa, yuxarıda bura 0 olduğu kimi qalır. Əsas sizə lazım olan bu ekrandakı digər ümumi təhsil siniflərində dərs yükü, yəni dərs saatınız önəmlidir. Digərləri varsa götürürük təbii ki. Daha sonra bəzi yerlər var ki, əmək şəraitinin ağır və zərərliliyinə görə ödənilən əlavələr olur ki, H1, H2-yə bənzəyir bunlar. Bunları götürə bilirsiniz. Bunları da orta məktəbinizdən maraqlanırsınız ki, hansı səviyyədə, hansı formada yerləşir, ona uyğun birini götürürük. Misal üçün, əmək şəraiti ağır və zərərli, misal üçün, burada bir şey varsa, orta, aşağı, yuxarı bunları götürə bilirik. Əlillik varsa, siyahıdan bunu seçirsiniz. Burada belə bir şey var, bu şəkildə. Və daha sonra H1, H2 məsələsində məlumatınız var yəqin ki, H1-iniz, H2-niz varsa, müvafiq xananı seçirik bu şəkildə. Və vergi güzəştli, milli qəhrəman, Sovet İttifaqı və ya onun ailəsi filan buranı qəşəng-qəşəng oxuyursunuz və əgər hər hansı biri varsa birini seçirik. Yəni söhbət əlillik, həlak olmuş qohumu, yoldaşı və s. gedir. Bunları oxumaq lazımdır. Yəni baxıb elə seçim edə bilərsiniz. Buranı boş qoyuram mən. Həmkarda üzvüsünüzsə seçirik, deyilsinizsə aşağını götürürük. Əsas iş yeriniz, yəni MİQ-dən qəbul olmuşsunuz, daimidirsə birinci, müqavilədirsə aşağıdakını götürürük və bitmişdir. Hesabla düyməsinə sıxırıq və məbləğimiz göründü 513.99 və aşağıda nələri varsa, hansı hissələr bölüb nələr çıxılıbsa aşağıda baxsanız, aşağıda onları da görərsiniz. Belə əziz müəllimlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə işlərinizlə bol-bol uğurlar. Özünüzə yaxşı baxın.